Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycanda ilk internet televiziya olan Kanal 13-ün canlı yayımında dialoq verilişinə baxırsınız. Bugünkü mövzumuz fiziki qüsurlu insanların cəmiyyətdə üzləşdiyi problemlərlə bağlıdır. Əngəlli insanları cəmiyyətdə biz qarşısına hansı əngəllər qoyuruq və dövlətin bu sahədə keçirdiyi hansı tədbirlər var, bu tədbirlər onların həyatına necə təsir edir? Həmçinin ölkəmizdəki şərait onların gündəlik yaşamı, cəmiyyətdə inteqrasiyası və hərəkətləri üçün nə dərəcədə rahatdır? Bu haqda onların özü danışacaq. Qonaqlarımız da fiziki qüsurlu gənclərdir. Əvvəlcə siz özünüzü təqdim eləyin, daha sonra keçək suallarımıza. Sizdən başlayaq Eltac bəy. Adım Eltac Zeynalov. Fiziki qüsurlu 3 ilə yaxındır fiziki qüsurlu olmuşam, əngəlli bir insan olmuşam və hal-hazırda heç bir yerdə işləmirəm, sosial işlərlə məşğulam. Yəni əngəlli insanların problemlərini işimizi çıxardıb bunları həll etməyə çalışıram. Tural bəy, siz məlumat verirsiniz. Adım Turaldır, 23 yaşım var, 23 ildir fiziki qüsurlu bir şəxsəm, mental deməli işsizəm, həyatımı yaşamağa davam edirəm. Və tanınmış müğənni Murad Sadıq. Mən də bütün tamaşaçılara salamlayıram, xoş gördük. 1990-cı ildə anadan olmuşam. Artıq anadan gəlmə fiziki qüsurluyam. Heç yerdə işləmirəm, yəni mühəllikdən başqa, belə yəni deyə bilərəm. Sizə sualım əvvəlcə gündəlik yaşam tərzi ilə bağlı olacaq. Bakıda şərait necədir sizin yaşamınız üçün? Yəni, tələblərinizə cavab verilmir. Belə deyək də, orta. Çünki elə şeylər var ki, tamamilə hələ ki, belə şərait yoxdur. Yəni, tamam 100% şəriki şərait yoxdur. Çətinliklər olur. Xüsusən də. Mən bir çətinliklərlə əgər də düzsə, mən bir şey, yeni bir şey demək istəyirəm ki, yəni ki, istəyirəm ki, belə bir dövlət, yox polislərə müraciət etmək istəyirəm ki, burada şəxsən bax, öz adıma və digərlər demək istəyirəm ki, maşınlara, fiziki qüsurlu olan insanların maşınlarına xüsusi bir nişan vurulsun ki, rəsmi olaraq şəxsən bu fiziki qüsurun maşınıdır, yəni ki, maşını əl vurmasınlar. Adətən biz belə olur ki, məsəl üçün mən dükanlara və yaxud hansısa bir belə bir televiziya proqramı verilişdə olur, gedirik və yaxud adi bir dükana gedirik ki, görürük ki, maşın artıq yoxdur, evakuator aparır maşını. Yəni bizə də bunun çətindir axı, bu maşını axtarmaq, maşın hardadır. Gəlir, maşın artıq gedir, görürsə ki, harada cərimə bölməsində və bizdə o cəriməni alırlar. Bu durumu bizə hörmət etdirir. Yəni bir şey olmasa fərqli bir şey olmalıdır axı. Mən təkcə özümdən danışmıram, digər bir fiziki qüsurlardan danışım ki, çətindir. Həqiqətən də çətindir. Çünki bu həm də ki, cərimə puludur, həm də ki, şərait yoxdur ki, o mənədir ki, biz yəni, o səbəb adi bir dükana gedib ayaqqabı almaq, valla düzün deyim ki, götürdüm bir primerka eləməkən, gördüm ki, maşın yoxdur artıq. Yəni, belə şey olsa pis olmaz. Və Tural bəy, indi sizdən soruşmaq istəyirəm, siz əlil arabasında gəzən bir şəxsiz, yəni sizin üçün necə? Yəni, rahat gəzə bilirsinizmi şəhərə çıxanda? Açığı əlil arabasını istifadə eləmirəm. Bu da ki, yəni, ölkədə o qədər də şey yoxdur ki, məsələn, belə deyək, yollar o qədər də bizlər üçün belə deyək, yaxşı qurulmayıb ki, mən də istifadə edeyim və həm də ki, bu baxımdan belə şəhərə çox çıxmam, lazım olanda arasa, ya bir, necə deyərlər, həkimə mi desəm, ya bir qonaqlıq saat belə gedəndə istifadə edirəm, o da ki, maşından. Amma belə şəhərdə siz deyən o qədər də şərait imkan vermir. Təkcə yollar yox, hərçənd bu keçidlər olur, metrolar, avtobuslar. Bu baxımdan mən o qədər də razı deyiləm, açıq etiraf Eltac bəy, sizin münasibətiniz? Burada problemlərdən, istəklərdən
istəklərimdən danışsam uzun çəkəcək. Amma mən əsas istəyirəm ki, bizim bu problemlərimiz işıqlansın və bizi eşidən gənclərmi deyim, dövlət qurumlarımı deyim, görsünlər ki, biz hansı problemlərlə rastlaşırıq. Bunu, o problemləri görmək üçün əlil olmaq lazım deyil məncə. Yəni, adi bir insan özün ani bir gün çıxsın, özün təsəvvür etsin ki, bu qüsurlu bir insandır. Demirəm, bir 100 metr yerisində adicə. Özü görəcək ki, doğrudan da çox çətindir. Adi yüzüz biz ki, bizim küçələrdə normal, yaşlı insanların çətini çəkir yeriməkdə. O ki, qaldı biz əl arabasında və yaxud gözdən əngəlli insan olsun. Mən şəxsən qabaqlar çox problem yaşayırdım. İndi müəyyən mənada sağalmağa doğru gedirəm və hər halda cəmiyyətdə yeri gedib gələ bilirəm bir sözlə də. İstədiyim yerlər, işlərimə gedib gələ bilirəm. Amma yenə də problemdir. Keçidlər, avtobuslar, sonra sizə nə deyim, hansısa bir tədbirə getmək istəyirəm, hansısa məkana gedirəm, qalaram onun qabağında, çıxa bilmirəm. Hər yerdə problem var. Mən bunların aradan qalxmasını istəyirəm. Bunlar maddi mənada problemlərdir. Bəs cəmiyyətin münasibəti necədir? Yəni, cəmiyyət əlil insan görəndə onu necə qarşılayıb? Siz bu problemlərlə yəqin ki, daha çox üzləşirsiniz. Normal, yəni düzdür, hərdən bir deyək ki, ay, məsəl üçün, nöç belə oldu. Yəni, mən belə normal, yəni görürsən ki, normal baxır. Mən də özümə görə deyirəm ki, mən üçün normaldır. Bəlkə digərlər, bizdə yavaş-yavaş öyrəşirir artıq buna. Yəni, gedir ki, orta normal baxırlar, yəni niyə pis baxmırlar. Bizdə nədən fərqlənir, yəni sadəcə olaraq yenə də insanlıqdır. Mən fikirləşirəm ki, normaldır. Bizi belə deyək də yaralayan ən çox baxışlardır və o göstərilən belə deyək, əllə işarələr. Sizin qarşılaşdığınız məqamlardan birini götürək. Mənim qarşılaşdığım məqam çoxdur. Çoxdur, əlbəttə çoxdur məqam. Adi məsələn, bura gələndə məsələn məni deyək ki, qucaqda gətirdilər. O baxış düzdür, bəlkə də deyəndə normal görünmür, amma hər halda görünməsə belə onu üzə vurmamaq gərək. Hər kəs istəmir ki, xoşundan məsələn qucaqda geçsin və yaxud da nəzirsə bir şəraitdə. Bu mənə narahatçılıq verir, yəni təxminə yox. Mənim kimi olan və yaxud da digər, amma bu narahatçılıq verir. Amma belə deyək də, yəni fiziki qüsurlu insanların özlərində də kompleks olur və onların ailələrində də onlara qarşı kompleks olur. Bu necə? Siz kompleksi də yaradan şəraitlərdir, açılır. Mən indi fikirləşirəm ki, kompleksə salmaqla da özümü haradasa bir, belə deyək, quyuya atıram. Ona görə çalışıram, fikir verməyim, yəni xaricdən ətərdir, demokratik şəkildə mən beləyəm. Aydındır. Ancaq elə yəni fiziki qüsurlu insanlar da var ki, onlar sadəcə evlərindən çölə çıxmırlar və yaxud valideynləri onları dost tanışa göstərməyə utanırlar, çəkinirlər və nəticədə bizdə bugün Azərbaycanda minlərlə əril olan insan var, fiziki qüsurlu insan var və biz onları küçələrdə elə də çox görmürük. Nəticədə insanlar bir-iki nəfər görəndə də onlara çox qəribə şəkildə baxmalı olur. Bəlkə də səbəb budur ki, o çıxmırlar deyə o cür baxışlarla toxunurlar. Amma mən valideynlərdən, ümumiyyətlə bizdə cəmiyyətdə bilmirəm, bunu nəsə çəkinirlər, amma bu düzgün bir şey deyil hər halda. Çəkinmək, yəni belədir ki, utandın, yox, vəssalam, yəni sən bayda geri gedirsən. Yəni hər şeyi göz ardına vurmaq lazımdır. Kim nə deyirsən? Bizdə cəmiyyətdə belədir ki, filan kəs nə düşünər? Bu filan kəsi düşünə-düşünə elə özümüz geri gedirik. Yəni razılaşmıram, yəni xahiş edirəm ümumiyyətlə ailələrdən də ki, sərbəst davranın, yəni onlarla heç nədən çəkinməyin. Hər şey yaxşıdır. Onlar yaşamaq istəyir. Biz yaşamaq istəyirik.
Sizin üçünüzün də digərlərindən fərqi ondadır ki, artıq ictimai həyatda aktiv olan insanlarsınız, bütün komplekslərdən azad və o bariyerləri qırıb keçmiş insanlarsınız. Ona görə mən istəyərdim ki, məhz siz digərlərinə həm cəmiyyətə mesaj verəsiniz, həm də ki, fiziki qüsurlu insanların özlərinə və ailələrinə ki, onların cəmiyyətə inteqrasiyasını necə həyata keçirmək olar, hansı mərhələdən başlamaq lazımdır pillə-pillə bunu? Məncə ilk mərhələ ən rahat vasitə məncə internetdir. Çünki internetlə birinci özü təqdim edirsən, özünü göstərirsən, insanlarla münasibət yaradırsan və yavaş-yavaş artıq belə deyək, hər hansı bir yerəsə dəvət alanda, nəyəsə gedəndə artıq səndə belə deyək, problem olmur. Kimin imkanı varsa, məsələn, öz övladlarına bu internetdə, sosial həyatda aktiv eləsinlər, onlar üçün şərait yaratsınlar. Və mən onu da qeyd edeyim ki, artıq dünənlərim Tural bəyin özünün də ideya müəllifi olduğu Əngəlsiz Az saytı təqdim olundu cəmiyyətə və o sayt artıq fəaliyyətə başlayıb. Yəni fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası üçün fəaliyyət göstərir, onların problemlərinin həlli üçün. Bu haqqda nə məlumat verərdiniz? Bizim saytın məqsədi belədir ki, bu tip şəxslərin həyatda, ümumiyyətlə təhsildə, iş məsələsində, yəni işləmək imkanı var və yaxud da ki, bacardığı bir sahə var. Onlar üçün yardımcı olmaq üçün yaradılmış bir sayt. Yəni onlara kiməsə vasitəçi oynayacaq bir rolu oynayır. Bizim bu saytda çətinliyimiz ondan ibarətdir ki, maddi dəstəyimizə ehtiyacımız var. Çünki əsas maddi cəhətdən əgər belə deyək, güclü olarsaq, onlara da bir verdiyimiz sözü tutmaqda çətinlik çəkməliyik. Hər halda mən inanıram ki, yəqin ki, biz bu işimizdə köməkçi kimlərsə olacaq, şəxslər və yaxud da firmalar. Mən xatırladım ki, tamaşaçılarımıza Əngəlsiz.az saytına daxil olub, oradan bütün əlaqə vasitələrini götürüb əlaqə saxlaya bilərlər. Yəni dəstək olmaq istəyən insanlardan gedir söhbət. Digər bir sualım isə Murad bəy sizədir. Siz artıq tanınmış bir insansınız və sizin fəaliyyətiniz digərləri üçün də örnək olacaq bir fəaliyyətdir. Nə demək istəyirdiniz qüsurlu insanların valideynlərinə? Qüsurlu insanların valideynlərinə demək istəyirəm ki, öz uşaqlarından çəkinməsinlər, utanmasınlar. Yəni ki, onları daima onlarla olsunlar, onları tezcə çıxarsınlar üzrə. Yəni ki, heç bir utanmaq lazım deyil. Onlar da bir sağlam insanlar kimidir, fərqlənməsinlər, deməsinlər ki, məndə kompleks var, özlərindən güc tapsınlar. Hətta fiziki qüsurlu insanların özlərinə də demək istəyirəm ki, burada səslənib demək istəyirəm ki, yəni lazım deyil, qafanmıyor. Deməyin ki, birdən məni düzgün başa düşməzlər, birdən mən nəsə bir səhv olub utanmaq. O kompleks, o kompleksi gərək qalib gələ biləsən. Yəni ki, buna qalib gəlmək üçün lazımdır. Yəni nə qədər də insanın üzündə güc tapsa, güclü olsa daha yaxşı olar. Həm özü üçün də, həm digər bir insanlar üçün də ki, hansı ki kompleksləri var. Aydındır. Eltac bəy, sizin fiziki qüsurlu insanları cəmiyyətə inteqrasiya etmək üçün təklifləriniz? Mən əsas istəyirəm başlayım bu ailələrdən. Murad da düz vurğuladı. Ailələrimizdə çox problem var, ən asılı. Mən tez-tez rastlaşdım bu problemlərlə. Ən əsas problem odur ki, ailələr qapalı şəraitdə saxlayırlar övladların, utanırlar. Hərdən olur ki, deyirlər ki, mənim heç övladım deyil o. Soruşanda elə də olur. Bizdə biraz sərt səslənir, amma fakt olan bir şeydir. Və bir çox ailələr olub ki, mən bunlarla mücadilə aparmışam ki, o insanları utanmayın, çəkinməyin, çölə çıxarın. Amma fayda vermir, qapalı şəraitdə saxlayırlar, ya evə kimsə qonaq gəldi, tez ona işarə edirlər, arxa otağa gedir, qapını bağlayır, otururlar orada, bıraxmırlar çölə. Yəni, ən çox problem ailədir. Ailə birinci dəstək olmalıdır öz övladına, ana, ata özü dəstək olmalıdır. Birinci, ana, ata, bacı
ona dəstək olsa, o ruhlanacaq, həvəslənəcək və ondan sonraki bu hal-hazırdakı cəmiyyətdəki bu şəraitsizlik ona çox da fikir verməyəcək. Deyəcək ki, mən yaşayıram. Düzdür, çalışacaq ki, yenə bu şəraitlər olsun. Amma özündə iradə yaranacaq, güc yaranacaq. Deyəcək ki, mən yaşamaq sevinci, ümid, ailədən gəlir. Ailə dəstəyi olandan sonra hamı, bir də cəmiyyətimiz Tural vurğuladı ki, gözlər, baxışlar. Bəli, mən sizdən tamamilə razıyam, Tural bəy. Baxışlar dəhşətdir. Bunu aradan qaldırmaq lazım. Mən bu yaxınlarda gənclərlə sorğu apardım. Orada sual verdim ki, əngəlli insanlar, ruhi sorunu olan insanların cəmiyyətdə görmək istəyərdinizmi? Və onları öz aranızda görmək istəyərdinizmi? Orada bir münasibət necədir? Orada bir oğlan vurğuladı ki, bizdə normal insanlara münasibət düzəməli deyil ki, qaldı ki, onlara. Və bir gəncimiz də oradan vurğuladı ki, xeyr, mən onları öz aramızda görmək istəməzdim. Mən soruşanda yenə dedi, mən ümumiyyətlə istəməzdim ki, elə bir insanlarımız, xəstələrimiz, qüsurlu insanlarımız olsun. Allah heç kimə deyil, qismət eləməsin. Onu başa düşdüm və o da bir əngəlli insan idi və mən onu görən kimi yaxınlaşdım ona. O da başladı ki, bax, mən şəxsən əngəlli insanam, buradan keçməyə əziyyət çəkirəm. Xırda şeylər var ki, bunları məncə bu indi bizi ölməkdə problem eləmiş. Çox xırda bir şeydir. Yəni onu hər kəs eləyə bilər. Böyük şeylər, böyük problemlərimiz var. Biz bunu demirik, indi bu verilişdən və yaxud Tural layihəsində biz hər şeyi həll edəcəyik. Sadəcə biz çalışırıq, cəhd göstərir ki, bunu dəyişək. Və xırda bir uğurumuz da bizim üçün böyük bir şeydir. Adi bir xırda bir uğurumuz olsun, bu bizi sevindirir, daha da ruhlandırır. Və ailələrə sözüm və gənclərimizə, bizə gülən gənclərə sözüm ondadır ki, biz bunu istəyərək bu hala gəlməmişik. Yəni, heç kim də garanti verə bilməz ki, sabah bizim yerimizdə ola bilməzlər. Yəni, bu, insan başına hər iş gələ bilər. Və gülməyin. Mən şəxsən gülən insana gedib yaxınlaşıram. Gedib yaxınlaşıram ki, nəyə gülürsən? Və çox məni yandıran odur ki, mən gedib yaxınlaşanda susurlar, cavab verə bilmirlər. Və mən sual verirəm, bəs gülə bilirsən, cavab niyə verə bilmirsən? Gülməli burada nədir? Get, mən o günlər avtobus şoferi, mən o qədər elə bir vəziyyətdə oldum ki, dalaşdım, elədim. Mən də az qalıb təpi ilə maşının tulasına şuna. Mən onları onun başa sala bilmədim. Heç bir şey. Cəhd göstərməyə də dəyməz. Çünki mən orada danışacağam, nə olacaq? Elə heç həmin şey. Mən gedəcəm 5 dəqiqə o tərəfə keçəcəm, həmin situasiya olacaq. Məndən sonra gələn əngəlli bir insan da başına gələcək bu. Ailələr dəstək olsun övladlarına. Utanmasınlar, o kompleksi yaratmasınlar. Düzdür, cəmiyyətimiz biz istəməsək də bizdə kompleks yaradır. Amma mənə gülən və bizim kimi insanlara gülən insanlar məni daha da gücləndirir. Həmişə deyirəm ki, onlar mənə güldüysə mən daha da güclənirəm. Və elə şeylər etmişəm ki, hal-hazırda, demirəm böyük bir şeylərdir, amma hərdən gəlib deyirlər ki, sən bu halında, bu ayağına, bu vəziyyətdə bu şeyləri edə bilirsənsə, deyirəm, mən edə bilirəmsə, görün də siz nələr edə bilərsiniz. Sizin üstünlüyünüz bizdən də çoxdur. Və çalışın, bizə əngəlli insanlara dayaq olun. Ailənizdə və hansısa qohumunuz, əqrabanızda elə bir insanlar varsa, vaxtında üstünə düşün. Vaxtında onlara dayaq durun, kömək olun ki, onlar da yaşamağa və həyatdan zövq almağa lazımdır hər bir şey. Bəs əngəlli insanların cəmiyyətə adaptasiyası üçün, normal həyat yaşaması üçün, yəni hər birimiz kimi dövlətin dəstəyi, həyata keçirdiyi layihələr sizcə kifayət edirmi? Tural bəy. Bilmirəm, mən dəstək bəlkə də olubdur, mən görməmişəm. Yəni dövlətdən müavinət alırsınızmı əlilliyə görə? Dövlətdən müavinət alaram. Onu alaram. Nə qədərdir? Aldığım müavinət biraz danışsam kifayət verə bilməyim. Yəni sizin yaşam xərclərinizlə müqayisədə necədir? Yaşam xərcini ödəsə də digər xərcləri qarşılamır. Ona görə də mən istərdim ki, danışılmalı şeylər çoxdur. Buyurun, danışın. Danışılmalı şeylər çoxdur. Amma olunsa bu şeylər, yəni həyata keçsə, bu daha yaxşı olar. Yəni açıq efir məkanıdır, buradan səsləndirə bilərsiniz. Nələr olunsa? Açıqdır, bunu bilirəm, siz açıq edirsiniz. Bilirsiniz, mən istəyirəm ki, Ben bir şey diyeyim de, Tural Bey utanır yəqin burada. Bu
kommunal xərclərdən, ümumiyyətlə bu sudan, işıqdan belə deyim də, qazdan bu azad olunmalıdır. Bu birincisi kommunal xərclərdən. Bu liqotlar olmalıdır. Mən şəxsən, üzr istəyirəm, gözümdən deyim, 55 manat pensiya alıram. Bu 55 manat heç nəyə kifayət edəcək, heç nə. Yəni, o, heç bizim o, adı götür, mən məsəl üçün müalicələrimi, bütün bu özümə lazım olan, sağlamlığıma lazım olan dayandırmışam. Çünki artıq, yəni, bunlardakı bəzi çox bağçılıqdır, yəni, adam, insan gəlib bacarmır da, bu 55 manatla nə eləmək olar, heç nə. Yəni, yeni xüsusi bir, ya biraz artırılsa, bu pensiyalar pis olmaz. Və yaxud da ki, yenə də deyirəm, o kommunal xərclər bizdən azad olunsun. Pis olmazdı. Azad olsa pis olmaz. Tural bəy, əlavəniz varmı? Bəyək demək istədikləriniz? Çalışmaq lazımdır ki, doğrunu desinlər. Yəni, siz indi internetdə yayımlanırsınız. Amma hazır efir məkanı almış kanallar var ki, mən onlardan şəxsən xahiş edirəm ki, hər şeyi yaxşını da göstərmək lazımdır, pisi də. Pisi göstərin ki, pis həll olunsun, yaxşı olsun hər şey. Və bugün biz sizi bura çağırmışıq ki, həm yaxşını, həm pisi deyəsiz və o həllini tapsın inşallah. Pis, yenə deyərəm, sosial təminat zəifdir, azdır. Bu, təmin eləmir bizi. Hansı ki, işləmə gücü olan şəxslər təkcə onların, belə deyək, sosial vəziyyəti yaxşılaşdırmalı deyil. Yaxşılaşdırın, amma o birisiləri 10% təmin eləmək zəiflikdir. Yəni, 55 manatın üstünə 10% gələndə sərf eləmir bizə. Mən çox xahiş edirəm, yəni, bu... Mən istəmərəm ki, o pulu da alım, amma ki, bu məcburiyyətdən belədir. İşləmədiyimizə görə də bizə veriləndən qənaətlənirik. Bu, ona görə çox çətindir bizə. Bunlar aradan qaldırılmalıdır. Eltac bəy, sizin əlavə etmək istədikləriniz? Nəzərə alsaq ki, mən 3 ildir əngəlliyəm və məndə ehtimal var ki, sağalacam. Yəni, belə bir problemlə rastlaşmamışam, amma mən rastlaşmamışam, o demək deyil ki, problem yoxdur. Dostlarımız vurğuladı hər şeyi məncə. Nəzərə alınır. Aydındır. Bəs dövlətin fiziki qüsurlu insanları cəmiyyətə adaptasiyası üçün artıq bir neçə addımlar atılır. Məsələn, inklüziv təhsil layihəsi var. Burada yəni fiziki qüsurlu uşaqlar normal uşaqlarla bir yerdə təhsil alırlar və artıq uşaqlıqdan onlar görməyə alışırlar, adaptasiya olunurlar. Yəni bu cür insanları da özlərindən biri kimi hesab edirlər. Bunu necə qiymətləndirirsiniz? Bu yaxşı haldır. Yəni seçilməməlidir digərlərindən. Baxıb, məsələn, digərindən nəsə öyrənmək üçün və yaxud da o digəri baxıb bu birisindən nəsə öyrənmək üçün vacib bir şeydir. Bizlərin, yəni özümüzü göstərməyək, belə o sözün adı yadımdan çıxdı, təvəzzökarlıqdan uzaq olsa da bizim problemimiz ola bilsin yerməməkdir və yaxud da görməməkdir və s. Amma bizdə olan o xüsusi qabiliyyət mi deyim, xüsusi mən bunları görmüşəm. Görürəm ki, bu bizdə o görməməkdə, gəzməkdən daha dəyərli bir şeydir. Bizi sevindirir yəni belə bir şey. Amma xahiş edirəm heç kimdən ki, belə ayrı seçkilik olmasın. Bu şeyi qəbul edirəm, xoşum gəldi, yəni ayrılmaması. Mən məsələn təhsil alarkən bir yerdə oxumuşam. İlk təhsilimi ev təhsil almışam. Sonradan məktəbə getmişəm və artıq böyüdükcə gedib gəlmək problem olduğu üçün bu çətinlik yaratdı məndə və ona görə də mən birtəhər başa vura bildim bu təhsili. Yəni ki, əgər şərait yaradırlarsa bir yerdə oxumağa, şərait yaratsınlar ki, onları evdən, məsələn, məktəbə də gətirmək üçün.
yardımçı olsunlar, vasitələr olsun. Bu çox önəmlidir. Yəni bugün bizim təhsil müəssisələrimizin istər ali təhsil müəssisələri, istər orta təhsil müəssisələri heç biri hazır deyil. Yəni fiziki qüsurlu insanları şərait mənasında hazır deyil qəbul etməyə. Həmçinin insanların da münasibətini tədricən dəyişmək lazımdır onlara qarşı. Bəs digər bir sualım, yəni fiziki qüsurlu insanların özlərini təmin etməsi üçün maddi mənada, yəni onların iş məsələsi. Necə baxırsınız? Yəni fiziki qüsurlu insanlar hansı işlərdə özlərini doğrulda bilərlər? Əslində qanunda bilmirəm bu var yoxsa yox. Mən xarici eşitdiyimə görə o dövlətlərdə belə bir qanun var. Məsələn, işlədiklərinin işçilərin məsələn içərisində məsəl üçün 3 və ya 5 bu tip şəxs olmalıdır. Əks təqdirdə yəni cərimə olunursa. Cərimə deyirsən yüksək səhv etmirəmsə. Amma bilmirəm bu bizdə var yoxsa bizim qanunda var yoxsa yox. Var deyəsən. Olsa da amma onu qəbul etmək və yaxud da o qanunu yerinə yetirməyə gəldikdə isə işləmir qanun. Ne istəsə, yəni normal olsa işləyə bilər. Hətta belə vəkil də ola bilər. Yəni belə nöşün, yəni olur, var. Belə adamlar görürük ki, millət vəkilləri də olur. Yəni çox adam, böyük adamlardan da olur. Çox adamlar var ki, hansı ki iş işləyən adamlar çoxdur. Amma bizdə hələ ki bu yoxdur da. Yəqin ki bizdə də olacaq. Yəni nə etmək lazımdır bunun üçün? Hansısa təklifləriniz, layihələriniz varmı? Yəni dünənki təqdimat mərasimində bir çox təkliflər səsləndirildi. Onlardan hansını dəyərləndirirsiniz? Yəni siz Orada bir təklif oldu rəqslə bağlı bu şəxslər üçün nəsə. Bax bu eləmək olar onların tanıtımında. Məsələn, idman yarışlarında yəni şey eləmək olar. İdman yarışları var, yəni bildiyim qədər idman yarışları var. Yəni harada şərait varsa, ümumiyyətlə gücləri çatırsa bu olunmalıdır yəni. Tac bəy, mən sizə müraciət eləmək istəyirəm. Yəni xarici təcrübədən xəbəriniz varsa, orada necə tədbirlər həyata keçirilir, yəni fiziki qüsurlu insanların rahat yaşaması üçün? İlk öncə onların küçədə rahat gedib gəlməsi üçün şərait lazımdır. Siz vurguladınız ki, dövlət səviyyəli tədbirlər olur, əngəlli insanlara qarşı dərslər mi deyim, məktəblər mi deyim var. Mən razıyam, bizdə də var bu. Amma bir şey nəzərə alın ki, insanı bir otaqda nə qədər bir kitab oxudurub dərs keçə bilərsin. Onu cəmiyyət içinə çıxartmaq lazımdır. Əngəlli insan çıxıb küçədə gəzməlidir, görməlidir, bulvara getməlidir. Ən məşhur yerimizdə olduğunu deyim. Fəvvarələr meydanına da getməlidir. Niyə ora gedə bilməsin ki? Yəni, mənim əngəl odur ki, mən 50 arabasında olmağım. Yox, mən maneçilik törət getməliyəm də, görməliyəm də. Yəni, istəyi budur. Hər bir insan istəyir, geçsin, gəlsin. Normal insan bir həftə evdə oturur, neyinir? Bugün çox evdə oturdum, ya çox işlədim, gedim gəzməyə. Yəni, o insanların da gəzməyə, təmiz hava almağa, dəniz kənarında oturmağa haqları var. Ən birinci, onlar üçün əsas yoldur. Problem budur. Doğrudan gəlin bir gün, bir məsəl var, 50 arabasında oturub heç qaçmağa denədinizmi? Bir gün oturun 50 arabasına, çıxın çölə, ya da bir əngəlli bir insan yerinə qoyun. Görün, hara kimi gedə bilərsiniz. Düzdür, əsas bunları aradan qaldırsaq, məncə yaxşı olar. Mən o gün də Turalın təqdimatında vurguladım ki, məsələn, mən əngəlli bir insanam, tamaşaya getmək istəyirəm. Hansısa bir tamaşaya baxmaq istəyirəm, kinoya getmək istəyirəm. Gəlin bizlə gedək, çəkilişlə götürün gedək, araba ilə mən siz. Görün biz oraya qalxa biləcəyik, yox. Ən azından bizim yanımızda 2 dənə muskulist adam lazımdır, bizi qaldırmalıdır. O muskulistlər də olmasa, kimsə bizə yazığı gəlsə, ya kimsə yaxşı bir insan çıxa bilər, deyər ki, gəlin sizə kömürüm qaldır. Yəni, onlar da olmasa, ailəmiz yanımızda olmasa, deməli biz heç yerə gedə bilmərik. Biz faydasız, bu gözləri, təpkiləri yığmaq lazımdır. Əngəlli insan o demək deyil ki, bu vəhşidir, yoxsa nədir. Biz normal insanlarıq və istəyirik ki, bizim də cəmiyyətdə öz yerimiz olsun. Biz də normal gedək marketə də, kinoya da, teatra da, tamaşaya da, dərsə də, avtobuslarımız da şəraitlər olsun,
qalxıb düşməyimizə heç bir şərait yoxdur. Bunu desəm ki, indi buradan şərait var. Deyəcəklər ki, bu yaltaqlanır danışır. Yəni faktla danışaq, heç bir şərait yoxdur. Nə metro çıxışlarında, nə avtobuslarda, nə hansısa bir məkanlarda, hansısa bir kafelərdə heç bir şərait yoxdur. Bunlar aradan birinci qalxsa, demirəm hamısı birdən, müəyyən, qısa-qısa da olsa qalxsa, o daha da sevindirər əngəlli insana ki, aha, bugün dövlətim və yaxud xalqım, insanlarım, gənclərim bizi fikirləşdi. Və bizə daha da güc yaranar və daha da uğur qazanmağa doğru gedərik. Nə vaxta kimi biz susacağıq, susmaqla iş düzəlmir. Təkliflər, siz vurğuladınız ki, təklifləriniz, ideyalarınız var. İdeyalar var. Siz özünüz də yaxşı bilirsiniz ki, ideyaları gerçəkləşdirmək üçün maliyyə vəsait lazım. İndi istəmirəm belə danışım, indi yalvarmaq kimi çıxmasın, amma maliyyə önəmlidir. İdeya, mən burada saatlarla ideyalarımı saya bilərəm sizə. Amma saymaqla iş düzəlmir, ideyalarla iş düzəlmir. Onları həyata keçirmək lazım. O həyata keçirmək üçün də bizə dəstək lazım. Dövlətin fəaliyyətindən danışdıq. Bəs qeyri-hökumət təşkilatları necə? Yəni ümumiyyətlə fiziki qüsurlu insanlarla işləyən qeyri-hökumət təşkilatları varmı və sizə hər hansı onların köməyini, dəstəyini görmüsünüzmü? Üçüncüsə də aiddir sualım. Kömək, yəni nə mənada? Yəni yox, heç bir dəstək açıq. Nə mənada? Çünki Qeyri-hökumət təşkilatlarından söhbət gedir. bildim, amma yox. Açıqdım, yox. Ümumiyyətlə Azərbaycanda tanıdığınız belə bir təşkilat varmı? Qarşıma çıxmayıb. Sizin? Nəzərə alsaq ki, mən 3 il böyləyəm, qarşıma çıxmayıb. Bu suala yaxşı Murad Tural cavab verə bilər, ətraflı. Yəni, onlar deyirlərsə qarşıma çıxmayıb, mən burada çıxmalıyam. Bəs necə siz özünüz düşünürsünüzmü? Sizin hüquqlarınızı müdafiə edəcək bir təşkilat və yaxud sizin təkliflərinizi artıq layihə şəklində dövlətə təqdim edəcək bir qurum yaradılsın? Mən bir söz deyim, təşkilatçılar var, amma maddi heç bir kömək yox. Təşkilatçılar var, ola bilər, çoxdur, çox təşkilatçılar var. Məsəl üçün, indi bu desəm, adlarını çəkəcəm, burada çoxdur. Amma maddi belə bir kömək yox. Tənasib işləmək var, maddi kömək yoxdur. Əngəllilərə qarşı bir birlik var, QHT deyək buna. Düzgün çıxır. Bəlkə mən biləm ki, müstəqil həyat var, sonra bu beynəlxalq əngəllər cəmiyyəti var, sonra bu müşfiq birliyi var. Bunlar hamısı birliklər var, amma onlar nə kömək edə bilər? Zahir üçün təqdirlərdə onlar axı maddi kömək edə bilmirlər, eləmirlər. Halım orada da belə çətinliklər. Yəni, belə maddi çətin belə yoxdur, yəni heç bir belə təşkilatçılar var, amma kömək, nə kömək? Yəni, ola bilər ki, hansı bir tədbirlərini dəvət edə bilərlər, belə bir məhkəmanın belə maddi dəstəyi yoxdur. Amma belə deyək də, yəni əngəlli insanlarla münasibət cəmiyyətdə bunu maarifləndirici tədbirlər həyata keçirmək olar və yaxud əngəlli insanların ailələri ilə, özü ilə, onlar özlərinə qapalı olurlar, çox vaxt evdən barəyə çıxmaq istəmirlər. Onlara psixoloji dəstəklər ola bilər, bundan çoxusu psixoloqlar müəyyən oluna bilər. Necə düşünürsünüz bu haqda? Bizim saytda məsələn psixologiya bölməsi var. Hansı ki, orada bu tip şəxslərin yaşadıkları psixoloji problem üçün psixoloqlara müraciət edə bilərlər. Müraciət formulları, orada yerləşdirilmiş bəzi videolar var ki, hansı ki, onlar üçün kömək ola bilər psixoloji durumunda. Qalan şey qaldıqda isə eləmək olar. Əsas maliyyə məsələdir. Əsas maliyyədir. Yəni, əsas maliyyədir. Biz siz mənəvi dəstək, mən bir yaxda dedim, yəni, belə pis çıxmasın, ondan qarın doymur. Maliyyə, indi hər yerdə belədir, bəlkə də, maliyyə olmadı, iş də getmir. Yəni, onu irəli aparmaq üçün maliyyə mütləq vacib amildir. Siz deyirsiniz, məsələn, belə bir təşkilatlar varmı? Yəni, yəqin ki, Cem Yılmazı tanıyırsınız. O deyirsiniz, bilirsiniz, Türkiyədə nə qədər baş nazir var, başbakan var daha doğrusu. Yəni, bizdə də təşkilatlar çoxdur. Amma, bilməm, onların
fəaliyyəti, ümumiyyətlə, gəlir mənbəyi necədir? Özləri üçündürmü, yoxsa təşkilatları üçündür, işləri üçündür? Bəziləri işləyir ola bilsin, amma bəziləri də bilmirəm. Var təşkilatlar, hal-hazırda indi adım çəkimizdə birliyə doğru, bəlkə də eşitmişsiniz. Mən son zamanlarda biraz əlaqəliyəm onlarla. Əngəlli, kimsəsiz və əlil uşaqlar dəstək olurlar, müxtəlif layihələr keçirirlər. Yəni, demək olmaz ki, yoxdur, tam olaraq da var. Amma güman edirəm ki, gələcəkdə daha da gözəl proyektlər edə bilərlər. Yəni, onların şansları bizim fərd olaraq bizdən daha çoxdur. Biz nə edirlər? Mən gedirəm hansısa bir uşaqlar evi olsun, yəni əngəlli bir yerə gedirəm, ailələrlə çox söhbət edirəm. Onlardakı o stigmalardan qaldırmaq istəyirəm. Problem deyil, anlaşılmaq istəyirəm ki, başa salmaq istəyirəm ki, ailələrə ki, övladınızı qapatmayın da. Bunu lap da pis deyirsiniz siz. Elə bilirsiniz, bunu eləməyən yaxşıdır, amma yox, daha da onu həyatdan belə uzaqlaşdırırsınız da. Bunu çalışıram, edirəm. Və bununla bağlı müəyyən layihələrimiz var. Həyata keçirmək qaldı. İndi buradan danışsam ki, belə bir layihələr yox. Əsas mən həyata keçirirəm. İnşallah ondan sonra bir də verilişə dəvət edərsiniz və pluslarımızdan danışarıq. İndi belə. İnşallah biz növbəti verilişlərimizdən birində bunun hüquqi tərəflərinə də toxunacağıq bu məsələnin. İndi isə sualım sizə əslində sual deyil bu, sizin münasibətinizi öyrənmək istəyirəm. Biz fiziki qüsurlu uşaqların yaşadığı internat məktəblərində, uşaq evlərində olmuşuq və adətən onlar qınanırlar onların valideynləri ki, niyə övladlarına sahib çıxmırlar. Amma valideynlər var ki, övladlarına sahib çıxıblar, onları saxlayırlar və hər cür şəraitlə, hər şeylə təmin edirlər. Sadəcə artıq onlar müəyyən fəaliyyətlərindən qalırlar, hansı etkilər verməli olurlar, qurbanlar verməli olurlar. Bəs dövlət bu cür ailələri necə güzəşt eləməlidir ki, onların həyatını normala döndərsin? Buyurun Murad bəy. Yəni, mən belə deyildim, bu pensiya qaldırmalıdır, biraz onların maddi imkanlarını biraz daha da normal bir formada çatdırılsın ki, onlara da kifayət eləsin. Yəni, yenə deyirəm, hər şey maddiyyəti bağlıdır. Neynəsə eləyin, hər şey maddiyyət həll eləyə bilər burada hər şey. Yəni, bugün siz studiyamızdasınız və sizin valideynlərinizin ikisi də buradadır. Bəli. Onlar da işlərindən olublar, belə desək. Onlar, yəni, mənim atam da, anam da işləyiblər, amma mən, yəni, doğulandan sonra, anadan, gözümü açandan sonra onlar işləmirlər. Artıq bütün imkanlarını mənə, yəni, həsr edib, yəni, yetərincə, yəni, mənə özlərini həsr edib, belə deyək. Amma mən bildiyimə görə, belə bir İsveçrədə belə şeylər var ki, məsəl üçün, mən bunu deyə bilərəm ki, şəhsən belə insanlar üçün, xüsusən bir baxan adam var, baxırlar ki, yəni valideynlər işdən qalmasınlar. Axı, valideynlər işdən qalsa, necə olacaq, necə dolanmaq olar? Ona görə də biraz buna çətindir. İndi hal-hazırda mənim, məsəl üçün, atam işləmir, bütün mənim işlərimi görür, mənə kömək edir, mənə dəstək olur, ora aparır, bura gətirir. Yəni, o da bir şeydir, o da bir çətinlikdir. Yəni ki, anam da mənə kömək edir, baxır. Yəni, bunlar axı çətindir. Mən bilirəm ki, çətindir. Yəni, bu şeylər. Yəni, biraz maddi imkanları daha çox olsa daha yaxşı olur. Furad bəy, sizin münasibət. Məsələn, iş baxımından güzəşt olsa da, deyək ki, elə iş yerləri var ki, oradan icazə alınsa, əmək haqqlarından çıxılır. Yəni, bu var, bizdə var belə bir şey. Güzəşt olsa da, yəni onu əvəz edəcəyi şey olmasın. Hər halda özləri çox yaxşı bilirlər nə eləmək olar. Yəni, hamı bilir, yəni bu işdə necə ki, vətən uğrunda birlik oluruqsa, yəni belə bir işdə də birlik olmaq lazımdır. Belə fikirləşirəm. Eltac bəy. Bayaq da vurğuladım, nəzərə alsaq ki, 3 ildir əngəlliyəm. Yəni, mən də özüm gedib gələ bilirəm. Çətinlik çəkirəm, amma gedib gəlirəm. Yəni, məndə ailəmdə o dərəcədə böyük problem yoxdur, hələ çalışırlar. Amma yenə vurğulayıram ki, o demək deyil ki, problem deyil. Məsələn, mən bir şey də deyim ki, güzəşt barəsində
deyək ki, birinin ailəsində 2 uşaqdır məsələn. Əgər o həmin şəxsdə problem varsa, onu ya qardaşı, əsasən qardaşdır məsələn belə deyək. Hərbi xidmət mi deyim, ya biraz təxirə salınsın, ya bu baxımdan ləğv edilsin. Sanki yəni belə evin tək uşağı kimi götürülməsin, amma o tərzdə bir şey olsa, məsələn, güzəşt olunsa, yaxşı olar. Məsələn, valideynlər işdə olanda deyək ki, qardaş sənə dayaq olsun. Bu baxımdan, yəni, məncə belə bir güzəşt olunsa da çox qəşəng olar. Aydın, mən bu cür konkret təkliflərinizi eşitmək istəyirdim əslində. Elə isə təkliflərə bir-bir deyilik. Tamaşaçılarımızdan gələn suallara keçmək istəyirəm. Belə bir sual gəlib, çox vaxt əlil insanlar cəmiyyətdən qaçırlar. Siz necə oldu ki, özünüzdə mübarizə gücü tapdınız? Üçüncü aid yəqin ki. Belə deyək də, həmişə deyirəm, 3 il bundan qabaq, yəni səhnədə olmamışdan qabaq, bir ballıca mənim də kompleksim var idi. Bu baxımdan ki, mənə necə baxacaqlar, mənə necə diqqət göstərəcəklər. Bir daha deyirəm, sağ olsun valideynlərim, sağ olsun bacılarım, sağ olsun yaxınlarım ki, mənə bu cür dəstək, mənə çox böyük dəstək olublar valideynlər. Yəni, atam, anam həmişə deyirdi ki, Murad, utanma gedən, istedadın varsa görsət ki, nə. Həmişə belə olub da, biz həmişə belə danışmışıq bu haqda, necə olacaq. Həmişə atam, anam mənə sakitləşdirirdi o qədər. Mənim özümdə də çox belə böyük bir kompleks yox idi. Sadəcə mən hər şeyə hazır idim. Hər bir efirdə çıxanda mən bilirdim ki, necə olacaq, mən hər şeyə hazır idim. Məsəl üçün, tutalım ki, hər hansı bir xoşa gəlməz bir sözə, yəni ki, deyir ki, будь готов ко всему, каждому, üzr istəyirəm, rusca deyirdim, ко всему надо быть готов, mən də hazır idim. Və belə-belə yavaşca gəldim, bu səviyyəyə çıxdım və bütün kompleksləri yox dedim. Və indi şükür Allaha, tamaşaçılar tərəfindən yəni məni çox gözəl qarşılayırlar, məni də çox bu sevindirir, məni bu yaşadır. Ona görə də çalışacağım ki, həmişə də belə olub. Sağ olsun valideynlərim, bacılarım və məni sevən tamaşaçılarım ki, mənə dəstək oldular. Çünki tamaşaçıların dəstəyi olmasa, biz bu cür gələ bilmərik belə bir. Yəni, nə istəsək də, eləsək də, tamaşaçı sevməsə də, yəni heç nə nail ola bilməz. Tamaşaçıların köməyi ilə biz gəldik, mən gəldim belə seviyoruz. Biz də təşəkkür edirik cəmiyyətə belə bir örnek verdiyiniz üçün. Tural bəy, sizin həmin sualı münasibətinizi bilmək istəyirdim. Murad da dediyi kimi dəstək önəmli faktordur. Mənə də belə deyək, qaz verən olubdur. Yəni, bu özümü belə deyək, kompleksə salmamaq üçün. Ona görə dəstək önəmlidir. Kimlər dəstək oldu sizə? Mənə, ümumiyyətlə, məndə əgər bir şey istəsəm, belə deyək də, evdə elə bir elimizdə ümumiyyətlə qarşısı alınmır. Yəni, bunun özü bir dəstəkdir. Məsələn, hətta anam da deyir ki, ümumiyyətlə, bu barədə özünü təqdim elə. Düzdür, məndə var idi özümü biraz çəkindirmək ki, gördüklərimə görə yəni mən hər şeyi nətər deyirlər çatdıra bilmirdim. Yəni çatdırsam da onun cavabı mənə çatmırdı. Ona görə belə qərara gəldim ki, yəni bu utanmaq bir yerədir, qədərdir. Mən qurtulmaq lazımdır. Utandın dala gedirsən. Sifət elədin, qabağa gelirsən. Və səhv bilmirəmsə, sizin ötən il layihəniz qəbul olundu, qalib gəldi daha doğrusu, bu saytla bağlı layihəniz. Elə bu əngəlsiz saytı, əngəlsiz həyat layihəsi sosial yeniliklər düşərgəsində seçildi və qalib gəldi. Bu qədər. Necə yarandı ideya? İdeya açığı mənə tanıdığım bir şəxs vasitəsilə təklif elədi ki, sən də öz ideyalı şeyləri təqdim elə. Fikirləşdim,
və nəticə olaraq da bir ideya olaraq təqdim elədim. Seçildi ideyam. 6 ideya oldu axırda, yəni son olaraq. Amma qalib gələn 2 layihədən biri seçildim. Digəri regionlar üzrə idi, region üzrə idi, bölgə. Bu ümumi götürülmüş bir mövzuydu. Sosial mövzudur, lazımlı mövzudur. Yəqin ki, dediyim kimi, dəstək olsa lap yaxşı olar. Aydındır, ümid edək ki, dəstək olacaq. Sizin həmin sual münasibətiniz? Cəmiyyətdən 50 insanlar cəmiyyətdən qaçır adətən. Məncə cəmiyyətdən 50 insanlar qaçmır. Cəmiyyət qovur. Cəmiyyət onlar qaçırdır. Cəmiyyətdən qaçır. Kim istəyər ki, gezib evdə oturub və yaxud hər şeydən uzaq olmaq? Heç kim istəmir. Tutaq ki, indi siz vurğuladınız, indi elə bir ki, cəmiyyətdən 50 insanlar qaçmır. Bir anlıq təsəvvür edin və nə qədər əlillər var, əngəlli insanlar var, çıxıb çölə. Siz fikirləşin, onlar hamısı birdən çölə çıxsalar, ən azından, nə olacaq? Qalacaqlar, heç bir küçədə qalacaqlar açıqda. Faktdır bu. Qaçırdırlar, ailələrdə problem var, istəməyən komplekslər yaranır insanlarda. Mən şəxsən, məndə də olub. Mənim atam biraz narazı idi ki, mənim bu ayağımdan çölə çıxmağımı. Düz 2 ilə yaxın evdə oldum. Sonradan ayağım düzəlməyə başladı, yeriməyə başladım biraz. Çox çətinliklə çəkirdim. İlk öncə bəlkə bilmək çox çətinliklə çəkirdim. Adi yeriməyən vaxtı hansısa bir müayinəyə getmək istəyirdim. Hansısa bir yeri göndərdim. Gedirdim ora, heç adi araba olmurdu. Bir dəfə başıma bir hadisə gəldi. Getdim, adını çəkməyəcəm bir müəssisəmizə müayinə olmağa. Orada onu mən ümumiyyətlə yerimirdim. Maşını sürdülər, nəzərdə tutulmayan yerə qaldırdılar pləkanların üstünə və oradan düşdük. Çatdıq ki, şükür, biz çatdıq da xəstəxananın qabağına. Düşdük ora və problem ondan sonra başladı ki, bizdə araba deyilən şey yoxdur. Bu boyda bir dövlət müəssisəsi, mən əyləşməyim araba yoxdur. Nəsə, ora-bura qışqırdıq elədik, təbiidir, tapdılar. Bir gündə bir araba gətirmişdilər ki, və Allah, Zaporoj deyim də, ona bəlkə deyim, bəlkə o da düzgün çıxmır. Biz gündə məcbur onu oturdum, ondan getdim. Yəni, heç bir şərait yoxdur. Gəlin, dəstək olaq bizim kimi insanlara. Çünki doğrudan da dəstək olmamız vacibdir. Xarici, deyəcəm, indi xarici deyəcəklər ki, yenə xarici danışırlar. Car-car bayırır ki, Azərbaycanda Avropa standartlarına uyğundur. Vallahi Avropa standartlarının yolunda belə şey yoxdur. Avropa standartlarının yolunda hər bir insan, birinci əngəlli insan fikirləşir. Bir şeyi tikməmişdən qabaq birinci fikirləşir ki, əngəlli. Əngəllini fikirləşir, sonra normal insanı fikirləşir. Hal-hazırda bizim əngəlli insan sayım, yaşlılarımız sayım. Mən yolda adi gedəndə gündə neçə dəfə olur ki, yaşlı qadınları əlindən tuturam, qaldırıram. Bar diyorlar, bu qədər. Elə bir ki, nə biləm, hərdən bir sənəf deyirəm ki, onu qaldırım bir dəfəlik, bir görürüm, hündür, bir yarım metrlik. Bilim ki, oradan keçməyim, gedim fırlanım. Hasar eləyim, bir dəfə bilim ki, hasarda keçməyim. Yəni, bu qədər bir şey olar, hər cəmiyyətdən uzaqlaşmırıq. Bizim də məqsədimiz bugün bura gəlməkdir və Turalın layihəsinin məqsədimiz odur ki, evə qapanmış əngəlli insanları çölə çıxartmaq, onlarda yaşamaq sevinci yaratmaq, ailələrdə onlara dəstək olmağını xahiş edirəm. Birinci ailədir, birinci qohumdur. Əgər sizin burada tamaşaçılar müraciət edirəm, əgər sizin hansısa bir qohumunuzda əngəlli insan varsa və onun ailəsi onun çölə çıxmağı problem yaradırsa, gedin o ailə ilə söhbət edin, başa salın. Əgər anlamasalar, mənə zəng vurun, mən şəxsən gedib o ailə ilə danışacağam. Sizin ikna edirəm, gedib danışıb həll eləyərəm. Heç olmasa bir gün olsun, mən belə bir qurumlardan ən böyük layihə deyim, layihə də yox, bir fikrim var idi ki, hər həftə hansısa bir əngəlli bir insanı çıxardım şəhərdə gəzdim, bir gün versinlər onu mənə və onu mən bütün gəzməli olan yerləri gəzdirim, görsün. Amma çox təsvir olmaz, biz adi bir vətəndaşıq. Yəni, mən gəlib desəm ki, mənə hansısa bir kimsəsiz və əlil olan bir yerdə gəlib desəm ki, bir uşağı verin mənə, bir gün aparım, deyəcək ki, sən kimsən, mənə bu uşağı aparırsan. İnanmayacaq, onu da başa düşürəm, onları da başa düşürəm. Və ad olanda, böyük bir proyekt olanda, maliyyə olanda hər şey düzəlir. Hər şey demək olmaz, düzəlmə ehtimalı çoxdur. Belə
Gəlin bir olaq, bir söz demək. Bir türklərin bir sözü var deyir. Mən dünən də Turalın təqdimatını vurğuladım. Qarşımıza əngəllər qoyub bizə əngəllilər deməyin. Gəlin doğrudan da bizdə doğrudan əngəl qoymuşuq. Və əngəlli insanlara əngəl qoymuşuq yollarda, hər yerdə. Yəni mən şəxsən bu sualı verən şəxsə demək istəyirəm ki, cəmiyyətdən uzaqlaşıb qaçmırlar. Cəmiyyətdən bizi qaçırdırlar. Bu faktdır. Növbəti sual tamaşaçılarımızdan gəlib. Cəmiyyətdə yəni fiziki qüsurlu insanlara qarşı olan diskriminasiya onlara psixoloji baxımdan necə təsir edir? Məncə bu haqda kifayət dedik. Bəli, danışdıq demək olar. Dedik. Digər bir sual da var. Mən bunu özümdə soruşmaq istəyirdim. Yəni insanın hər hansı baxımdan fiziki qüsurlu olması hələ onun əmək qabiliyyətini tamamilə itirməsi deyil. Yəni sizin iş üçün müraciət edəndə hansı problemlərlə qarşılaşırsınız? Tək sizi demirəm. Yəni fiziki qüsurlu olan insanların işə qəbulu ilə bağlı hansı problemlər mövcuddur və qarşılaşmısınız bununla? Yəni əsas gediş baxımından da, yəni gedib gəlməkdir. Biz kimi, yəni şəxslər üçün adətən oturaq işimi deyim, yəni belə daha çox. Və bir də ki, məsələn, əgər şərait imkan verirsə, ya da ümumiyyətlə şərait bu haqda fikirləşirlərsə, bizim üçün iş, məsələn, heç işə də getməyəm, bizə olan işi versinlər, məsələn, evdə, ev şəraitində. İndi dediyim kimi, yəni, əgər oturaq iş, sadəcə yox, internet və işin. Məncə belə bir iş nümunəsi olsa rahat olar. Əgər olsa. Müraciət yox, açığı müraciət etməmişəm. Yəni ixtisas hal-hazırda o qədər, yəni belə məsələn belə dediyim kimi bacarıram nəyisə, marağım var və eləyirəm. Yəni qavrama qabiliyyətim yaxşıdır. Yəni tez öhdəsindən gələ bilərəm. Amma müraciət üçün şey eləməmişəm. Məsələn, bu yaxınlarda mən Anadolu Türk Universitetinə daxil oldum. Yəni bu distant təhsil üzrə bağlı. Bununla bağlı indi mən yəqin ki, təhsilimi davam elətdirəcəm. Yəqin ki, ondan sonra bir ixtisas sahibi olaram. Bəlkə ona uyğun bir iş də tapmaq qismət olsa çətin olmaz. Azərbaycanda necə bu cür yəni fiziki qüsurlu insanlar üçün distant təhsil imkanlarının yaradılması necə olar sizcə? Yaxşı olar. Varmı belə bir şey? Mən bilən yoxdur. Amma deyəsən heç qəbul da eləmirlər. Yəni aldığın diplomu deyim, məsələn, dediyim kimi qəbul olduğum universitetdə dünən eşitdim ki, bəs belə bir təhsil səhv etmirəmsə Nazirliyi diplomu qəbul eləmir. Yəni herhalde məcbur olaraq ya iləri gedib başqa aldığın ölkənin yerində belə deyək, həyatını qurasan, məcbur əgər belə şərait burada yoxdursa. Mən istəmirəm, açığı ölkəmi pisləmək istəmirəm. Amma söhbət problemlərdən gedir. Problemi aradan qaldırmaq lazımdır. Bir dəfə eşitdim ki, məsələn, xaricdə olan biri, yəni gedib oxuyan, orada gördüyünü deyir, Bakıda belə bir problem var, onu vətən xaini qoyurlar ki, məsələn, ölkəsinə qarşıdır. Amma bu düz deyil. Hər halda o ölkəsində yaxşı şey görmək üçün deyir ki, bu problem var bizdə, bunu aradan qaldırmaq lazımdır. Bir-birimizi başa düşməliyik. Yəni, bu elədiklərimizi də özümüz üçün etdiyimizi unutmamalıyıq. Məsələn, deyək ki, mən sağlamam, biri üçün yaxşı iş görürəm. Fikirləşmək lazımdır ki, onun sabah nəyəsə mənə də bir xeyli deyə bilər. Yəni, və yaxud da onun yerində mən də ola bilərəm. Yəni, özümüz üçün edirik hər şeyi. Nə ediriksə özümüz üçün. Pis yaxşı. Murad bəy, sizin əlavə etmək istədikləriniz? Mən vallahi işte deyə bilmərəm. Sadəcə olaraq bir söz deyəcəm. Əlillərə nə qədər diqqət, üzr istəyirəm, fiziki qüsurlu insanlara nə qədər diqqət yetirilsə daha yaxşı olur. İnsan gözünə baxanda başa düşmək olar. Gərək hər şey başımıza gəlsin, ondan sonra ağlanaq. Xeyr,
başımıza gəlməmişdi, biz ona görə bilərik. Niyə fikirləşirik ki, nəsə bir şey, insan olur, yaxın olur, itirirsən, sonra onun qədrini bilirsən. Onun qədrini gəlin indi bilək. Yəni, çox potensiallı gənclərimiz var, əngəlli insanlar da, amma çox yüksək dərəcədə. Onlar həyatı doğrudan da çox bağlıdırlar. Doğrudan da, bəlkə normal, indi mən hərdən gənclərə çox vaxt deyirəm ki, özlərinə qapılırlar, intihar eləmək istəyirlər, psixoloji zəddini demək istəyirəm və hər şeyi problem edirlər. Nə bilim, hər şeyi böyük şişirdirlər də. Mən o gənclərə deyirəm ki, həmişə də lazım deyil. Allah, siz normalsınız da, niyə hər şeyi böyüdüb şişirdirsiniz? Məsələn, məni internet şəbəkələrdə tanıyırlar, çox adam olur ki, məni görmür. Və həyatda məni görəndə görürlər ki, mən axsıyıram. Və yaxud nəsə, mən təcrübələ baxırlar ki, sən belə idin. Dedim ki, bəli. Sən necə bəs həyat belə gülümsüyürsən, belə yaşayırsan, belə enerjisən, ora-bura gedirsən, eləyirsən. Dedim, hələ mən çox yerə gedə bilmirəm. Deyir, biz bunu normalıq, sən getdiyin qədər yerlərə gedə bilmirik. Dedim, o sizsiz, mənəm. Mən şəxsən bir yerdə otura bilmirəm. Tural vurğuladı ki, oturaq iş. Xeyr, mən oturaq iş. Oturaq iş mənlik deyil. Oturaq iş. Mən bir gün evdə otururam, açığı, əsəbləşirəm. Mama gəlir, əsəbləşirəm, istənirəm. Deyirəm ki, mən evdə oturmuşam bugün. Mama deyir, dincəl də bir gün otur. Deyirəm, xeyr. Hər gün ən azı olur ki, getməliyəm, gəzməliyəm, görməliyəm. Demirəm, savadım o qədər də güclüdür. Xeyr. Amma nə qədər ki, sağam, nə qədər ki, varam, nə qədər ağlım başımdadır, bu insanlara dəstək olacam. Fərq etməz, harada işlədim, işləmədim. Və hər yerdə də təbliğ eləyirəm bunu. Hər yerdə də. Mənə demagog da deyirlər, mız-mız deyirlər çox vaxt. Çünki sosial şəbəkələrdə çox yazıram şikayətlərdən və deyirlər ki, sən çox mız-mız insansan. Mən oradan demək istəyirəm ki, valla bunlar mız-mızlıq deyil. Sadəcə mənim anamın bir sözü var. Bu ölkədə baş verənləri görmək üçün hər şey aşkardır da, görmək lazımdır. Gərək kör olasan ki, görməyəsən. Fakt mən görürəm ki, mən gedirəm yolda, görürəm ki, mən bu bardiyeri çıxa bilmirəm. Mən yanından gələm deyəm ki, çıxa bilirəm. Bu nə qədər də düzgün olacaq. Fakt budur da, çıxa bilmirəm bunu. Bariyerdir mənim üçün bu. Son sualım sizə, əngəlli insanlarla bağlı bir şəhərcik deyək, yaradılsa və orada hamı eyni problemlə yaşayır orada. Hamı əngəllidir və cəmiyyətdən də bir növ təcrid olunub. Buna münasibətiniz necədir? Pis olmaz, amma o demək deyir ki, onlar gərək ayrı olsun. Ayırmaq lazımdır. Sadəcə olaraq sırf onlar üçün şərait olsun. Məsəl üçün, onların bir, onların ilk nişdə Bulqarada. Tələbatlarına cavab verə bilirsin. Yəni, onların istədiyi kimi olsun. Belə, amma o demək deyir ki, yəni, onlar ayrılsın. Yox, niyə? Просто, чтобы они были в своем мире, да, чтобы у них было все, что они хотят, чтобы им было удобно. Yəni, pis baxmıram, yaxşı baxıram. Olsa pis olmaz. Tural bəy. Murat razıdırsa mən də razıyam. Yəni, siz şəhərin hansısa bir hissəsində yalnız fiziki qüsurlu insanlar üçün ayrılmış bir yerdə yaşayırsınız. Orada sizin üçün hər cür şərait var, ancaq sizin kontaktda olduğunuz insanlar da yalnız fiziki qüsurlu insanlardır. Yox, bir dəqiqə götürsəm, sağlam insanlarla bərabər. Niyə? Xüsusən onlar üçün, məsəl üçün, ev olsun, belə, xüsusən onlar üçün şərait olsun, amma sağlam insanlarla birlikdə bərabər. Yəni, bir olsun. Yenə də deyirəm, ayırmasınlar. Niyə? Bir olsa pis olmaz. Şəhər olsun. Məsələn, o bir şəhər olsun ki, əngəlli... Şəhər olsun ki, bir olsun da. Əngəlli insan da girə bilər, normal insan da girə bilər. Hamısı girə bilər. Məsələn, idman, yəni, xarici ölkələrdən desək, uzaq getməyən Türkiyədən götürsək, 3 dekabr bildiyiniz günü 50-lər günüdür. Mən həmin gün çox istənmişdim, açığı. Mən 50-lərdən və əngəlli insanlara danışanda uşaqlar deyir ki, sən elə deyirsən, sən niyə elə fikirləşsən? Deyirəm, xeyr, mən də onların biziyəm və bu sözdən mən utanmıram, çəkinmirəm. 3 dekabr mən böyük bir şey gözləyirdim ölkədən və gənclərdən və hər kəsdən ki, və flashmob olsun, ya nəsə bir şey olsun, qeyri-adi bir şey gözləyirdim mən həmin gün ki, nəsə olacaq. Düzdür, həmin gün evdə olmadım və televiziyadan çox xəbərim olmadı. Axşam hissi getdim, yazdım internet şəbəkələrin birində. Mən yazdılar ki, televiziyada nəsə oldu, nə bilinlər. Mən dedim, mən demirəm, ancaq bir gün nəzər alsın. Məktəblərdən başlamaq lazımdır. Məktəblərdən başlamaq lazımdır ki, insan başına iş gələ bilər, əngəlli də ola bilər, ona görə də gülməsinlər.
etika, mədəniyyət, doğrudan da biz normal insanlara baxış tərzi qəribədir. Gülən insana biz qəribə baxırıq. Çox doğrudan çox günüz bir vəziyyətdir bu. Gülürsən, Azərbaycanda səmimilik axmaqlıq kimi başa düşülür biraz. Siz necədir? Gülürsən, deyirlər ki, sən hər şey gülürsən, laqeyd insansın. Başsan, qardaş, mən həyatı sevən optimist insanam. Gülümsəyirəm, hər şeyə pozitiv baxıram. Amma nə olsun, ön yargılar həmişə kimi var. Ön yargılar bizi bir gün yıxacaq yerə. Əsas gənclərdir. Mənim ən çox problemləşdirəm edən. Mən avtobuslarda gedəndə, metrolarda gedəndə mənə gənclər o yer vermir. Düzdür, mən onlardan gözləmirəm. Açığı. Yer verməz, canı sağ olsun. Amma mənə ən çox təsirləndirən o olur ki, yaşlı insanlar mənə yol verir həmişə. Qadınlar yaşlılar və mən inatkarlıq edirəm, deyirəm, əyləşməyəcəm. Deyir, sən əyləşməyəcəksən, mən də əyləşməyəcəm. Yaşlılardan çox görmüşəm. Son bu yaxınlarda bir dəfə elə oldu ki, avtobusa mindim. Ayağımın ağrısı biraz ağrıdı, çünki beşimin də biraz ağır idi. Məsələn, məcbur oldum oturmağa. Oturdum və inanırsınız, avtobusa girən bütün şəxslər mənə belə gözlə baxır ki, bu mədəniyyətsiz. Baxır, mən oturanda ayağım çox bilinmir ki, əngəlliyəm. Mənə çox belə qızlar, ya yaşlı qadınlar çox təpki ilə baxdılar. Düzü oturmağıma utandım da bir sözlə. Dedim bəlkə durum. Amma doğrudan da ayağım ağrıyır. Və bir şəxs gəldi mənə yaxınlaşdı ki, ay oğlum, cavan oğlansan, dur qadın otursun. Dedim ki, bəs mən ayaqdan əngəlliyəm, zədəliyəm. Ona görə oturmuşam. Yəni keyfimdən oturmamışam. Düzü o məndən heç üzr istəmədi. Belə nabrad mənə də belə elədi, getdi. Mən o insan istədim çağıram deyəm ki, yəni bir insan bir gənc oturursa, olsa ön yargılı davranmayın, deməyin ki, hə, bəlkə onun problemi var, bəlkə onun başqa bir ürəyi pis olub, bəlkə başı ağrıyır, başqa səbəblərə görə oturub. Avropada bir şey, bu problemin həlli bir şeydir ki, avtobusun ön hissəsində xüsusi insanlar üçün yer ayrılıb, əngəlli insanlar üçün ayrılıb, veşirli olan insanlar üçün ayrılıb. Hər şey nəzərdə tutulub da, yəni orada avtobusa girsən sən üçün yox. Bizim avtobuslarda da əslində o nəzərdə tutulub. Amma Bakıya gələndə onların hamısını apab söküblər, yığıblar, bir qırağa eləyiblər, aeroportdan gələn insanlar, ya sədrəkdən gələn insanların veşləri üçün qorumaq. Hə, bəli. Mən adi bir dənə mesaj gətirmişəm sizə ki, astronavt olmuşam, avtobus gəlib yaxınlaşır. İnanırsınız, avtobus o qədər hündürdədir ki, mən avtobusa qalxmaq üçün 2 əlli belə yapışıram, güc bayından qalxıram ora. Mən elə qalxmaq, əslində normal olmalıdır. Heç məndən söhbət etmir, yaşlı insanlardan söhbət edir, yəni uşaqlardan söhbət edir. Problem çoxdur, valla burada hamısını danışsam da düzəlməyəcək bilirəm, amma çox geniş bir mövzudur. Mən inanıram ki, bizim tamaşaçılar da bu hər şeyin fərqindədirlər. İnsanlar çox şeyin fərqindədir, sadəcə görmək istəyən gəlirlər. Mən o çağıram ki, görmək istəyən gəlməyin, bunlara son qoyaq. Biz son qoymalıyıq, başqa heç kim son qoymayacaq. Gənclər, biz. Bu qədər. Tural bəy, demək istədiyiniz var idi. Eltaş dedi 3 dekabr beynəlxalq ənənəvi gün idi. Heç bir kanal bu haqda danışmadı, amma bu haqda danışdılar. Kanallarımız çox gözəl danışdı bu haqda. İnsan, yəni sağlam şəxsin dönüb belə deyək, əlil olması gəldi, yəni o qədər gözəl anlatdılar ki, hər şeyi. Bir anlıq bir sağlam insan dönüb istədi ki, bir əlil olsun, görün bunlar nətər yaşıyor. Amma yəni demək istəyirəm ki, danışdılar, amma həqiqəti danışmadılar. Doğrudan da mən belə deyirəm. 3 dekabr düzdür, o 50-lər günü. Düz mən də bir qeyri-adi bir şey gözləyirdim. Bəlkə də bir şey ola bilərdi. Amma heç necə adi günlər idi, o da hələ gün keçdi. Adi gün kimi keçdi. Eləmək bəlkə də get-gedə Allahın köməyi ilə bizi eşidən olar. Yəni, daha da yaxşı olur. Tək yenə də deyirəm, bir daha buradan səslənmək istəyirəm ki, heç bir valideyn öz evladından utanmasın. Adətən mən özüm bilirəm ki, bayaq dedik ki, özüm belə adamlar bilirəm ki, evdə otururlar. Amma evdə oturmaq, cəmaatdan qaçmaq, yəni çıxmamaq belə lazım deyil. Daicə siz nə qədər güclü olsaz, daha yaxşı olur. Və mən yalnızca sizə, bütün fiziki qüsurlu insanlara güc arzulayıram, səbir arzulayıram və onların valideynlərinə bir daha səslənmək istəyirəm ki, çəkinməyin, utanmayın, daha da güclü olun və tez-tez qoy öz evladlarını çıxartsınlar, kütlə qarşısında. Nə qədər də
çıxarsalar o qədər yaxşı olur. Hansısa bir tanışınız da və əngəllidir və onun kompleksi var, çölə çıxmaqda çətinlik çəkir. O kompleksi aradan qaldırmaq bilmirsinizsə, cəhdlər, göstərişlər alınmırsa, xahiş edirəm müraciət edin. Biz şəxsən, mən öz adımdan deyə bilərəm, mən şəxsən gedib o insanla danışırım. Bunu əmin edə bilərsiniz, çünki mən ən çox məşğul olduğum elə budur. Gedib o həmin insanla danışacağam. Demirəm bir dəfəyə birinci danışıqda mən o insanı çıxardacağım çölə. Bir ayda olsa, bir ildə olsa hər gün gedərəm. Amma o insanı bilirəm ki, çölə çıxardacağım. Ondakı o kompleksi aradan qaldıracağım. O evdəki auranı dəyişəcəm. Və buna əminəm. Biz burada çıxdıq, danışdıq. Çox sağ olun sizə, minnətdarımızı bildiririk. Bizi eşitdilər, indi eşitmədilər. Düzü mən eşitdilər daha yaxşı olar. Amma məqsədimiz nə olursa olsun gəzəcəyik də normal həyatımızı yaşayacağıq. Heç bir maneə bizim qabağımıza ala bilməyəcək. O maneələr daha da bizi gücləndirir. Yəqin ki, biz elə bu maneələri aradan qaldırmalıymışıq. Və layihələrimiz var. İnşallah gələcəkdə bizim bu layihələrimizin səs-sürağı çıxar və bizə dəstək olan insanlar olar. Mən inanıram ki, bizə dəstək olacaqlar. Gənclərimiz günü-gündən inkişaf edirik. Hər şeyə vaxt var. Deməli, bir saatda vaxt ayırın əngəlli bir insana. Və kimsə küçədə əngəlli insan görüb hansı uşaq gülürsə, xahiş edirəm, utanmayın, çəkin yaxınlaşın deyin, niyə gülürsən? Onu başa salın. Uşaqlardan başa salın, məktəblərdən başa salın. Əngəlli olmaq ayıb deyil. Bizimlə yaşamaq və normal cəmiyyətdə olma haqqımız var. Mən hər birinizə təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə ayrılıqda təşəkkür edirəm və sizin gələcəkdə də həyata keçirəcəyiniz layihələrə uğurlar arzulayıram və Kanal 13 internet televiziyası olaraq biz də sizin layihələrə dəstək verməyə hazırıq. Tamaşaçılarımıza isə bildirmək istəyirəm ki, cəmiyyət olaraq əngəlli insanların qarşısına biz də əngəllər qoymayaq və onlara rahat yaşamaq üçün şərait yaradaq, belə deyək. Sağ olun, növbəti efir vaxtında görüşənədək.